Sözlənən, sözdən səs gəlir. Bu dəfə Sözdələndə atası Yusuf bəy Yusufbəylinin Nəsib bəy Yusufbəyliyə yazdığı məktubu sənə danışıram. Məktub Azərbaycan Xalq Cümhuriyyəti Əks-İnqilabla Mübarizə Təşkilatının rəisi olmuş Nağı bəy Şeyx Zamanlının Azərbaycan İstiqlal Mücadiləsinin Xatirələri kitabından götürülüb. Nəsib bəy Yusufbəyli Azərbaycan Xalq Cümhuriyyəti dövründə müxtəlif illərdə baş nazir, Daxili İşlər naziri və Nazirlər Şurasının sədri kimi bir neçə yüksək vəzifələrdə çalışmışdı. Nəsib bəy 5 iyul 1881-ci ildə Rusiya İmperiyasının Yelizavetpol quberniyası indiki Gəncə şəhərində doğulub. 31 may 1920-ci ildə Azərbaycan SSR-nin Göyçay qəzasında Kürdəmirdə 38 yaşında sui-qəsd nəticəsində öldürülmüşdü. Atası Yusuf bəy ona yazdığı bu məktubunda yaşadığı maddi çətinliklərdən bəhs edir. Əziz oğlum, artıq səbrim tükənib, dözə bilmirəm. Hamısını yazacağam. Sıxıntı içində borc alaraq sənin ali təhsil almağını təmin edə bildim. Ali təhsilini bitirib Gəncəyə qaydanda artıq hər şeyin rahat olacağını yəqin etdim. Sən Gəncəyə gəlib bələdiyyədə ərzaq işləri üzrə müdir oldun. Sənə yenə mən baxdım. Məndən yalnız pul istədin. Sonra Tbilisiyə gedərək Seymin Maarif naziri oldun. Aldığın pulla yenə özünü saxlaya bilmədin. Bir neçə dəfə pul istədin, göndərdim. Sonra Azərbaycanın istiqlalını elan etdiniz. Gəldin Cümhuriyyətimizin Maarif naziri oldun. Dövlətimizin mərkəzi olan Bakıda işlədin. Yenə də aldığın maaş səni təmin etmədi. Yenə məndən pul istədin. Həmişə göndərirdim. Adına olan torpaq sahəsinin bir hissəsini satmışdım. O pullardan da göndərdim sənə. Bugünsə baş nazirsən. Dövlət başçısın. Yenə ölkəmizin padşahı olmusan. Yenə bağının qamışını mən alım. Sən pul göndərə bilərsənmi? Azərbaycan dilini yaşatmaq və bu dildə faydalı məzmunların daha çox olması üçün Sözdələn layihəsinin YouTube kanalına abunə ol, bildirişləri aç və hər kəslə paylaş. Buraxılışı bəyəndinsə, bəyən düyməsinə basmağı, fikrini şərhlər bölməsində bildirməyi unutma. Sözdələni həmçinin podkast platformalarında da dinləmə imkanın var. Sözdələnə layihənin veb saytından və Ko-fi platformasından dəstək ola bilərsən. Dinlədiyin və dəstək olduğun üçün təşəkkürlər.